Azərbaycan və Almaniya münasibətləri daha geniş və yüksək mərhələyə daxil olur. İrəvanda siyasi qarşıdurmanın növbəti mərhələsi. Azərbaycan BMT-nin şəhərsalma müzakirəsində Avropa, Cənubi Qafqaz üzərindən yeni imkanlar axtarır. Həftəyə maraqlı hadisələrlə başlamışıq. Bəs gəlin görək Xalq qəzeti 21 iyul 2026-cı il tarixli nömrəsində bu hadisələri necə işıqlandırıb? Qəzetimizin birinci səhifəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 20-sində axşam radələrində Almaniya Federativ Respublikasına rəsmi səfərə gəlib. Həmçinin qəzetimizin birinci səhifəsində digər maraqlı məqalələrin anonsu da yer alıb. Qəzetimizin ikinci səhifəsində isə rəsmi xəbərlər yer alıb. Keçid alırıq üçüncü səhifəyə. Qəzetimizin üçüncü səhifəsi siyasi mənzərənin təhlilidir. Le Pen siyasi səhnəyə qayıdırmı? Ona qarşı yumşaldılmaz solçuların kürkünə birə salıb. Məqaləsində qeyd olunur. Fransa prezidenti Emmanuel Macronun prezidentlik müddəti gələn ilin may ayında başa çatır. Onu əvəz edə biləcək real siyasi fiqurlardan biri isə Marine Le Pen'dir. Baxmayaraq ki, ona qarşı cinayət işi açılıb və müxtəlif ittihamlar irəli sürülüb. Onu dəstəkləyən idarələrin sayı kifayət qədərdir. Qəzetimizin 4-cü, 5-ci və 6-cı səhifələrində Prezidentin 2026-2030-cu illər üçün tədbirlər planının təsdiqlənməsi haqqında sərəncamı yer alır. Qəzetimizin 7-ci səhifəsi isə yenidən siyasət bölməsidir. Serj Sarkisyan üçün həbs aqibəti. Qaraqala sabiq prezident üçün ağır ittihama çevrilir məqaləsində qeyd olunur. Ermənistanın 3-cü prezidenti Serj Sarkisyanın həbs aqibəti məhbus həyatı gözləyir. Hər halda Ermənistanın İstintaq Komitəsinin məlumatı belə söyləməyə əsas verir. Siyasi arenada vəziyyət olduqca dinamikdir. Qəzetimizin 8-ci səhifəsi də siyasi mənzərənin təhlilidir. İrəvanda siyasi qarşıdurmanın növbəti mərhələsi. Hakimiyyət mövqeyini qoruyur, mübarizəyə yeni yön alır məqaləsində qeyd olunur. 7 iyun seçkilərində Hakim Mülki Müdafiə Partiyası parlamentdə çoxluğu qorusa da, əvvəlki çağırışla müqayisədə daha məhdud imkanlara malikdir. Bu isə həm hökuməti daha ehtiyatlı davranmağa vadar edir, həm də müxalifətə siyasi təşəbbüslər üçün əlavə imkanlar yaradır. Qəzetimizin 9-cu səhifəsi də siyasi bölmədir, 10-cu, 11-ci səhifələr isə iqtisadi mənzərənin təhlilidir. Qəzetimizin 11-ci səhifəsində Azərbaycan BMT-nin şəhərsalma müzakirəsində başlıqlı məqaləsində qeyd olunur. Azərbaycan nümayəndə heyəti Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının dayanıqlı şəhərsalma məsələlərinə həsr olunan iclasında işini başa çatdırıb. Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən məlumat verilib ki, Azərbaycan nümayəndə heyətinin iştirakının əsas istiqamətlərindən biri cari ilin may ayında Bakıda keçirilmiş Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında əldə olunan nəticələrin beynəlxalq səviyyədə davam etdirilməsi olub. Regionlarda nələr baş verir? Bu sualın cavabını axtaranlar qəzetimizin 12-ci səhifəsinə nəzər sala bilərlər. 13-cü və 14-cü səhifə isə mədəniyyət və sosial sahədir. Rəqəmsallaşma və çağdaş peşə hazırlığı. Rəqəmsallaşma müasir dövrdə ictimai həyatın bütün sferalarına nüfuz etməklə yanaşı, əmək bazarında da köklü dəyişikliklərə səbəb olur. Süni intellektin tətbiqi, proseslərin avtomatlaşdırılması və rəqəmsal platformaların genişlənməsi ənənəvi peşə anlayışına yeni bilik və bacarıqlar tələb edən məzmun gətirir. Bu proses idarəetmə qaydalarını da yeniləyərək işin planlaşdırılması, icrası və təşkilində daha çevik və innovativ yanaşmaları ön planına çıxarır. Məqalənin ardını oxumaq üçün qəzetimizin 14-cü səhifəsinə nəzər sala bilərsiniz. Futbol nə kinofilmdir, nə də teatr. Onun senarisi yoxdur və biz idmanı, xüsusilə futbolu məhz buna görə sevirik. Amma azərkeşlərin çoxu 19 iyul 2026-cı ildə New York, New Jersey stadionunda çəkilən futbol kino tamaşasının blockbusterin bütün qaydalarına uyğun olmasını istəyirdi. Baş qəhrəman rəqiblərini məğlub edir, məqsədinə çatır və tamaşaçılar duyğulanaraq ağlayır. Xoşbəxt sonluq belə gözlənilirdi, amma belə olmadı. Gəlib çatdıq qəzetimizin sonuncu, yəni 16-cı səhifəsinə. Burada həm region, həm idman xəbərləri var və daha bir maraqlı məlumatı da diqqətinizə çatdırmaq istərdim. Soydaşımızın əsərləri Türkiyə Keramika Simpoziumunda başlıqlı xəbərdə qeyd olunur. Qarabağ Universiteti İncəsənət Fakültəsinin müəllimi, Azərbaycan Rəssamlar İttifaqının üzvü, bədii şüşə sənətçisi Məhər Məhərrəmovun elmi məqaləsi və 3 bədii əsəri Türkiyədə keçirilən 1-ci Beynəlxalq Çanaqqala Keramika Simpoziumunun proqramına daxil edilib. Bugünlük bu qədər. Növbəti buraxılışlarda görüşmək üzrə. Sağ olun, salamat qalın.